Hər il olduğu kimi, bu ilki Bakıda keçirilən Eurovision mahnı müsabiqəsi də dünya mediasının əsas diqqət mərkəzindədir. 2012-ci il Eurovision mahnı müsabiqəsini təxminən 1500-ə yaxın jurnalist işıqlandırır. Möhtəşəm kristal zalın yaxınlığında yerləşən, ərazisi 5000 kvadrat metr olan mətbuat mərkəzində əcnəbi və yerli jurnalistlər üçün hər bir şərait yaradılıb. Avroviziya mahnı müsabiqəsində mətbuat mərkəzində bütün jurnalistlərə bu cür kompüterlər, notebooklar, həmçinin digər texniki avadanlıqlar da təklif olunur ki, təqdim olunur ki, bunlar vasitəsilə hər bir jurnalist, hər bir media əməkdaşı öz ölkəsinə kifayət qədər tez və operativ şəkildə informasiyanı çatdırmaq imkanına malikdir. Müxtəlif ölkələrdən olan jurnalistlər gün ərzində hazırladıkları reportajlar və canlı yayım buraxılışları ilə Eurovision 2012 mahnı müsabiqəsi barədə dünya ictimaiyyətinə geniş məlumat verirlər. Azərbaycanda olan xarici jurnalistlər onlara ölkəmizdə göstərilən münasibətdən razı olduqlarını bildirirlər. Ailəsi ilə birgə mətbuat mərkəzində gecələyənlər, Azərbaycan mətbəxindən vurğun olanlar xüsusilə diqqəti cəlb edirlər. Do you like paklava? Yes, unfortunately. Yes. You know, I'm all the time there. I'm taking some, coming back, go there, taking some, coming back. I enjoy too much baklava. We eating also in Greece baklava, you know, okay. And But this is delicious. but this is great, yes. Hər bir Azərbaycanlı, hər bir vətəndaş, Azərbaycan vətəndaşı bununla fəxr eləyə bilər və təbii ki, yalnız Yunanistandan deyil, bütün ölkələrdən olan jurnalistlər üçün Azərbaycanın qapıları açıqdır. Mətbuat mərkəzində jurnalistlərin səs verməsini müəyyənləşdirən xüsusi fan lövhə də quraşdırılıb. İkinci yarımfinalda isə İsveç, Serbiya, Norveç, Türkiyə və Ukrayna birinci beşlikdədir və bu da yenə qeyd etdiyim kimi nəticələrə təsir eləməyən bir səs vermədir. Jurnalistlər tərəfindən qərarlardır, jurnalistlərin belə deyək, istəyi və arzusudur. Əcnəbi jurnalistlərlə yanaşı mətbuat mərkəzində Azərbaycanın mətbuat nümayəndələri də böyük səylə çalışırlar. Onlar arasında regional TV əməkdaşlarını xüsusilə qeyd etmək olar. Hər zaman həmrəylik nümayiş etdirən Xaçmazın RTV, Şəkinin Kanal S, Gəncənin Kəpəz TV və Yevlaxdan yayımlanan LTV-nin Eurovision 2012 mahnı müsabiqəsinə ezam olunan heyəti ən maraqlı məqamları və ən operativ xəbərləri öz tamaşaçılarına çatdırmaqda heç də əcnəbi həmkarlarından geri qalmırlar.